Salam. Bugün Ceylan Mumoğlu'nun Şuuraltının 30 əsas xüsusiyyəti işinə əsaslanaraq, gəlin birlikdə Şuuraltının bu maraqlı dünyasına başvuraq. Çalışacağıq ki, necə işlədiyinə dair əsas fikirləri, yəni praktik tərəflərini anlayaq. Bəli, çox maraqlı mövzudur həqiqətən. Elə isə başlayaq. Şuuraltı dedikdə ilk ağla gələn nə olmalıdır? Ən təməl xüsusiyyəti nədir onun? Baxın, ən yaxşı bənzətmə güclü bir kompüter proqramıdır. Belə təsəvvür edin. Kompüter proqramı? Hə, amma çox vacib bir fərqi var. Bu proqram, yəni Şuuraltı, heç bir şeyi mühakimə etmir. Mühakimə etmir. Necə yəni? Yəni məlumatı alır, doğru, yanlış, yaxşı, pis, fərqi yoxdur, olduğu kimi qəbul edir və saxlayır. Real ya xəyal, fərq qoymur. Deməli, bir növ ambardır. Hər şeyi yığır içinə. Tam olaraq. Sadəcə qeydə alır, qiymətləndirmir, analiz etmir. Çox maraqlıdır bu. Bəs yaxşı, bu qədər məlumatı necə emal edir? Eşitdiyimə görə ümumiləşdirməyə meyilli olur. Ay sağ ol, bəli. Ümumiləşdirir, məsələn, bir dəfə Məmməd adlı biri ilə tutaq ki, pis bir təcrübəniz oldu. Hə. Şuuraltı bunu ümumiləşdirib, bütün Məmmədlər belədir kimi bir nəticəyə gələ bilər. Bu, onun asosiasiya ilə işləmə prinsipidir. Yəni, təcrübələri bir-birinə bağlayır. Bəli, fərqli məlumatları, hissləri, hadisələri bir-birinə bağlayır. Və ən vacib məqamlardan biri də odur ki, Şuuraltı yalnız indiki zamanda yaşayır. İndiki zamanda. Keçmiş, gələcək yoxdur onun üçün. Yoxdur. Keçmişdə olan bir hadisəni xatırlayanda da onu elə bil indi yaşayır. Gələcək üçün qurduğumuz planlar da onun üçün indi baş verir. Bu doğrudan da çox fərqli bir işləmə mexanizmidir. Bəs sözləri necə qavrayır? Məsələn, o negativ ifadələr məsələsi. Deyirlər, mən xəstə olmaq istəmirəm deyəndə, o əslində xəstə sözünə ilişib qalır. Dəqiq, elədir. Çünki çox hərfi məna ilə işləyir. O, istəmirəm kimi negasiyaları tamamlamır. Daha çox açar sözə, yəni xəstə sözünə fokuslanır. Onda daha yaxşı olar ki, mən sağlamam, deyək. Əlbəttə. Pozitiv təsdiqlər ona daha güclü təsir edir. Ümumiyyətlə, o, sözlərdən çox simvollara, obrazlara, təsəvvürlərə, bir də emosiyaların enerjisinə daha çox reaksiya verir. Hisslər ona güclü təsir edir. Deməli, dilimizi çox diqqətli seçməliyik, şuuraltımızla danışarkən. Təsəvvürlərimiz də önəmlidir. Hə, çox önəmlidir. Bir də başqa bir xüsusiyyəti var. Dəyişikliyi heç sevməz. Dəyişikliyi sevmir. Yəni, köhnə proqramlarına sadiq qalır. Bəli, mövcud vəziyyəti, vərdişləri qorumağa çalışır. Ona görə də vərdişləri dəyişmək bəzən çətin olur. Və bu proqramlaşma əsasən çox erkən yaşlarda baş verir. Mumoğlu deyir ki, təxminən 6 yaşına qədər. 6 yaşına qədər demək olar ki, təməl o vaxt atılır. Bəli, təməl proqramlaşma erkən uşaqlıqda tamamlanır. Bəs onda necə? Əgər dəyişikliyi sevmir, bir də erkən yaşda formalaşıbsa, biz ona necə təsir edə bilərik ki? Mümkündürmü bu? Əlbəttə mümkündür. Amma səbir və israr tələb edir. Şuuraltı təsəvvür edin ki, balaca inadkar bir uşaq kimidir. Uşaq kimi. Hə, istədiyini dərhal istəyir, səbirsizdir, nəyin zərərli, nəyin faydalı olduğunu da anlamır axı. Ona görə də bir inancı, bir vərdişi dəyişmək üçün siz ondan daha inadkar, daha israrlı olmalısınız. Daha israrlı. Məsələn, o 21 gün təkrarlama məsələsi buradan gəlir yəqin. Bəli, təkrarlama çox önəmlidir. Bir fikri, bir təsdiqi davamlı təkrarlayanda, şuuraltı onu axırda qəbul edir. Təkrarlara çox yaxşı reaksiya verir. Və dili də çox sadədir, mürəkkəb cümlələr yox. Yəni 6 yaşlı uşaqla danışır kimi. Elə bir şey, bəli. Aydın, qısa, pozitiv əmrlər. Məsələn, uzun-uzadı izahatlar yerinə sadəcə mən bacarıqlıyam, mən sağlamam, mən zənginəm kimi. Qısa və konkret. Anladım. Deməli, sadəlik, təkrarlama və israr. Bunlarla onu yenidən proqramlaşdırmaq olar. Bəs bu mexanizmin bizim gündəlik həyatımıza, davranışlarımıza təsiri nə qədər böyükdür? İnanılmaz dərəcədə böyükdür. Çünki şuuraltı saxladığı inancları reallığa çevirmək üçün dayanmadan çalışır. Fərqində olmasaq da. Necə yəni çalışır? Əgər sizin daxilinizdə, dərinliklərdə mən uğurlu insanam inancı varsa, şuuraltınız sizi şuursuz şəkildə elə vəziyyətlərə, elə insanlara, elə seçimlərə yönəldəcək ki, siz həqiqətən də uğurlu olasınız. O, özündəki proqramı gerçəkləşdirməyə çalışır. Vay! Bu əslində çox güclü bir alətdir onda, həm də deyəsən çox yaradıcıdır. Bəli,
Yüksək yaradıcılıq və təxəyyül gücü var. Amma, baxın, burada da bir incəlik var. Təxəyyül ilə realları ayıra bilmir. Ayıra bilmir. Bu necə ola bilər? Yəni, mənim təsəvvür etdiyim bir şey onun üçün realdır. Tamamilə. Əgər siz bir şeyi, məsələn, bir qorxunu çox canlı hisslərlə təsəvvür etsəniz, şuuraltı üçün o elə bil ki, həqiqətən baş verir. Bu həm heyrətamizdir, həm də biraz qorxulu səslənir. Yəni, negativ şeyləri təsəvvür etməkdən çəkinməliyik. Çox diqqətli olmalıyıq, bəli. Təxəyyülümüzü şuurlu şəkildə idarə etmək vacibdir. Yoxsa o, köhnə, bəlkə də bizə xidmət etməyən ssenariləri, qorxuları təkrar-təkrar işə sala bilər. Mumoğlu hətta onun intuisiya, öncə görmə kimi qabiliyyətlərlə, hətta kollektiv şuurla əlaqəli ola biləcəyini də deyir. Kollektiv şuur. Yəni, bütün insanların ortaq təcrübə fondu kimi. Bəli, o, ümumi məlumat bazası ilə də bir əlaqəsi ola bilər. Hələ tam açılmamış bir sahədir bu. Beləliklə, gəlin bir yekunlaşdıraq. Ceylan Mumoğlunun baxışına görə şuuraltı çox güclüdür, hərfi məna ilə işləyir, indiki zamanda yaşayır, dəyişikliyi sevmir, əsasən erkən yaşda proqramlaşır. Bəli, təkrarlara və sadə pozitiv əmrlərə cavab verir. Və ən əsası, saxladığı inancları bizim reallığımıza çevirməyə çalışır. Təxəyyül ilə reallığı isə ayırmır. Bu prinsipləri bilmək, düşünürəm ki, Azərbaycanda da insanlar üçün özünü anlamaqda çox böyük bir addım ola bilər. Mütləq və bir şey də unutmayaq, Muğollu deyir ki, şuuraltı bizim şuurlu ağlımızın fərq etmədiyi, qaçırdığı çox şeyi də qeydə alır. Yəni, biz fərqində olmasaq da, o daim məlumat toplayır. Onda dinləyicilərimiz üçün son bir düşüncə. Bəs sizin şuuraltınız adətən diqqət yetirmədiyiniz, amma təkrarlanan hansı hisslər, yuxular, davranışlar və ya həyatınızdakı o naxışlar vasitəsilə sizə nə deməyə çalışır? Bir düşünün. Bugünkü bu dərin araşdırmamız da burada sona çatır.